Salam əziz dostlar. Bir dənə sual meydana gəlir. Verirlər ki, Allah Teala əgər hər şeyə qadirdirsə, niyə bu qədər dünyada pislik var? Niyə bu qədər pisliyin qarşısını almır? Bu qədər zülmün qarşısını almır? Əvvəla Allah Teala insanları ixtiyar sahibi olaraq yaradıb. Əgər Allah Teala hər insanların etməli olduğu pisliyin qarşısını alsa, hər birinin, onda insanların ixtiyarı əlindən alınmış olar. İnsanların ixtiyarı əllərindən alınsa, onda cəza və mükafatın, qiyamət günü cəza və mükafatın mənası qalmaz. Bunun da mənası qalmasa, onda yaradılışın mənası olmaz. Və nəticə bu olur ki, Allah puç və mənasız bir iş görmüş olur. Beləliklə də Allah Teala insanı ixtiyar sahibi yaradıb və insanların özlərinin etdikləri əməllərinə görə hesab verəcəklər, cəza alacaqlar, mükafat alacaqlar. Bu qədər. Sağ olun.